Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, bugün sizlərə axirət zamanın ən qorxunc simalarından biri sayılan Süfyan haqqında söhbət açacağım. Elə bir fitnəkar şəxs haqqında ki, onun çıxışı İmam Zaman əleyhissalamın zuhurunun ən qəti və qaçılmaz əlamətlərindən biridir. Süfyanı axır zamanda Şam, Suriya tərəfində çıxacaq zalım, qan içən, rəhimsiz, Allahın və Əhl-i Beytin düşməni, insanlıq qanına susamış bir şəxsin adıdır. Onun əsl adı isə Osman ibn Ənbəsədir. O tarixin qaranlıq səhifələrində izi qalmış, lənətlənmiş bir nəslin, Əbu Süfyan nəslinin davamçısıdır. İmam Sadiq əleyhissalam buyurmuşdur ki, bizimlə, Əhl-i Beytlə, Əbu Süfyan övladları Allah və müqəddəs təlimlər uğrunda bir-birimizlə müxalifətçilik edən iki tayfayıq. Biz Allahın buyurduqlarını təsdiq, onlar isə Allah buyurduqlarını təkzib edəndilər. Belə ki, Əbu Süfyan Allahın rəsulü ilə, Muaviyyət ibn Əbu Süfyan Həzrəti Əli ibn Əbi Talib əleyhissalam ilə, Yəzid ibn Muaviyyə Hüseyin ibn Əli əleyhissalamla döyüşdü. Süfyanı isə bizim qaimimiz ilə döyüşəcəkdir. Bu hədis bizə çox mühüm və aktual bir məsələni öyrədir. Belə ki, haqq ilə batilin mübarizəsi heç bir zaman bitməyib. Axır zamanda isə onların ən qorxunc nümayəndəsi Süfyanı olacaqdır. Və o Süfyanı da İmam Zaman əleyhissalam ilə döyüşəcəkdir. Süfyaninin zahiri görünüşü barəsində Həzrəti Əli əleyhissalam belə buyurmuşdur. O, orta boylu, başı yekə, qorxunc qiyafəli və üzü çopur bir adamdır. Əgər Süfyanını görsən, bil ki, o zaman insanların ən alçağını görmüş olacaqsan. Ya biz İordaniya tərəfdə Məkkə ilə Şam arasında yerləşən susuz bir çölün adıdır. Bu məntəqədən xuruc edən məlun Süfyanı 5 böyük məntəqəni də işğal və zəbt edəcəkdir. Onlardan Dəməşq, Hers, Fələstin, İordaniya və Qinnisrini sadalaya bilərəm. Bundan sonra o ətraf məntəqələrə çoxlu qoşun göndərəcəkdir. Həzrəti Əli əleyhissalam buyurur ki, cigər yeyənin oğlu quru vadidən çıxacaqdır. Onun çıxışı Rəcəb ayına təsadüf edər. Onun hakimiyyət dövrü 15 ay çəkəcəkdir. Onun 6 ayını vuruşaraq 5 böyük şəhəri ələ keçirməkdən ibarət olacaq. Sonra həmin şəhərlərə 9 ay hökuməti gedəcək. Bu rəqəm bir gündə olsun belə artırılmayacaqdır. Onlar söhbətimizin davamını sabahki verilişimizdə izləyə bilərsiniz inşallah.